Topun bu cüzdaretkalı atverkasını inceləyəcəyik. İlk başda qutudan başlayaq, çünki daha asan olanı budur. Qutunun içərisində 16 dənə xırda başlıq, 2 ədəd böyük başlıq və 1 ədəd uzadıcı. Qutuda çox rahatlıqla bir yer tutur, heç bir yer işlətmir. Sirkələnmə falan əsnasında da qəti şəkildə düşmür. Qablaşdırmanın özü nə qədər uzun ömürlüdür bilmirəm. Hətta bunu əzim sizin gözünüzün qabağında da yoxlayım. Gördüyünüz kimi elastikliyindən söz ola bilməz. Atverkamızın arxası rezindir, tutağacı və əli o qədər də ağrıtmır. Ələ yatımlı bir duruşu var və ağırlığı da bir o qədər deyil. Yəni narahat edəcək bir ağırlığı yoxdur. Malın da demək olar ki, tarazlığı normaldır. Motor və əsasən gövdə hissəsinin bir natarazlığı yoxdur. İkisi də maqneti normal şəkildə atverkamızın özünü saxlayır. Və burada da atverkamızın rejimini dəyişmək olur. Atverkamızı düz atverka şəklində etmək olur. 2.5 tipli şuruplar olmalı səhv eləmirəmsə, bu şurupları taxtaya vuracağam. Atverkamız dayanmır. İndi bir ədəd 5'lik şurupum var.